Herkese salam kızlar. Gedirik dırnağa. Dünən də canlıda demişdim ki, bugün dırnağa getməliyik. Gedirik indi dırnağa. Tırnaqlarımızın korreksiya vaxtıdır. Allah'a min şükür ki, vaxt tapıb gedə bildik. İşlə, güclə, uşaqdan vaxt tapıb falan gedə bilmir. Hava çox qəşəngdir. Quşlar qəşəng oxuyur. Çox qəşəng hava var. Belə havada çıxmağında öz yeri var. Yemək yeməmiş çıxmışıq evdən. Bir damcı bir iki şey almış. Atışdırmalıq ki, yeməğimizi yiyək gəldik, çatdıq. Gedək görək dırnağımızı nə edəcək. Deməli, ustamız hələ işini qurtarmayıb. Biz ona qədər dedik, yüngül varı. Aldıqlarımızı atışdıraq, o gələnə qədər. Ondan sonra rahat oturaq görək nə edirik. Nə almışıq tərif göstərdə? Bir dənə hotdog qalmışıq. Bir dənə hotdog qalmışıq. Bir dənə bilək dürüm aldıq. Pərvinin deti qızlar, vallahi deyirəm. Qoymaq çəkildi. Pəhri saxlamıram hal-hazırda, amma bilmirəm, orada işləyəm. pəhri saxlamıram hal-hazırda, amma detoksu içirəm. Detoksu evdə yarıya qədər içdim, gəldim. Sonra yol çıxanı qızlar içmək olmur da, yəni. Ayaq yolu məsələsi var, hə. Evdə qoyduq, gəldik, yəni yediyimizi əridir də yox eləyir. %100. Kofeni də bugün içmədim, çünki bildim ki, burada belə deyim də pəhriz yeməyi yeyə bilməyəcəm, ona görə kofemi də içməmişəm, amma bunu da yedimdən narahat deyiləm. Deyirəm ki, indi dırnaq ustamdan görən kimi deyir, ay ola necə arıqlamısan. İndi kamerada görünməyə bilər, çünki elinə çəkirəm kameranı. İnşallah tam nəticə olanda sizə bir shorts olaraq son nəticəni paylaşacağım. Deməli gəldim, çıxdım dırnaq ustamın yanına. Axtardığımız o xanım budur. Buranın adresi necə gedir xanım? Mirəli Seydov 62 B. Mirəli Seydov neçə 60 B? 62 B. 62 B. Xanımın 158 nömrəli. İnşaatçılarda 158 nömrəli məktəbin yaxınlığında. Xanımın indi burada səhifəsini qoyacağım, əlaqə nömrəsini qoyacağım. Girib özünüz yazarsınız, lazım olarsa konumdatar. 2 aya yaxın olar xanım sənin yanıma gəlmirəm. 2 aya yaxın düşür, vaxt yoxdur deyə gələ bilmirdim. Görürsünüz də dırnağım necə var, elə də qalmışdı. Heç burnu da qalamamışdı. Dünən hələ 1-2 yerdən özüm dizmişdim. Bir yeni dırnaqlar eləyəcək, qutarsın çəkəcəm yenə. Bir şəriyyət yeri var qızlar. Hər dəfə gələndə sırf buradan sütlü paxlava alırıq. Gündə pəhriz olmuşuz. İşləyib şəriyyət. Əsl sütlü paxlava. Ən sevdiyim paxlava növlərindən biri sütlü paxlavadır. Ən dadlısı Fıstıqlıdır, bu da qozludur. Biri qozludur, biri fıstıqda, hər ikisi dadlıdır. Yəni ən dadlı hazırlayan yerlərdən biridir. Və qiyməti də mənə görə çox uyğundur. Çünki restoranlara bu sütlü paxlavanın porsiyasını çox qala verirlər. Bir çay çəkmə ola verir, sonra davam eləyəcək. Dırnaqlar təmizlənir. Dırnaqlarım bitdi. Netləşdi qızlar, dırnaqlarım bitdi, hazırdır. Bir də bir dırnaq etdik. Point yelib. İndi perişka da yenisini etdirəcək. Çünki biz bir yerdə çəkilişləri çox eləyirik. Ona görə dırnaqlarımızı da yeni edirik. Bu şəkildə necədir, bəyəndiniz? Deməli, qızlar, dırnaqdan sonra gəldik qəşəng. Qardırobumu yığdıq. Güzgü masamı, kosmetika masamı yığdım, təmizlədim. Bütün bloklarda da qızlar telefonu belə 0.5-ə qoyuram, nədirsə ki, bütün ev düşsün də çox anormal kimi çəkirik bizi. Yəni, həqiqətən baxıram, birdən deyirəm, bu kamerada niyə belə anormal oxşuyuruq biz? Nəysə ki, qızlar, gəlib o başladığımız yeri, dırnaqdan sonraki hansı ki, gəlmişik, başlamışıq şkafı yığışdırmağa, o hissəni elə bilmişəm, çəkilib, amma kamera sizdəmə çəkməyibdir. Yəni, bütün orada danışdığım falan hamısı boşa gedib də. Ona görə də təzədən bu hissəni çəkdim ki, yəni sizə məlumat olsun ki, həmən o çəkdiyim vloqda deməli qardırobumu yığmışam. Orada sizə bir neçə yox, bir çox geyimlərimi göstərmişəm. Biraz sizi tərzimlə tanış eləmişəm. Ümumi belə uzun uzadı qəşəng vloqda. Ən axırda da son halına çəkmişəm. Əgər sizə maraqlıdırsa təbii ki, yerləşdirirəm videonu. Başlayaq baxaq. Ağcabədidən gələndən bu yana qızlar, əslində bilirəm kanalımda nə baş verib. Allah mərdimazara nəhlət eləsin. Orada kanal baxışı təsəvvür edin 3000 izləyici ilə 10.000 baxış gəldi. Kulminasiyaya çatdı. Və ondan sonra elə mərdimazarlar bildiyini elədi. Kanal o düşən düşübdür də. Yəni heç bir halda 1000-2000 belə gəlir baxış. Yəni baxış düzəlmir ki, düzəlmir. Ona görə nə edirik? Çalışırıq. Sizlər üçün qəşəng maraqlı vloglar çəkmişəm. Çalışırıq ki, maksimum aktiv olaq, maksimum rəy yazaq, like eləyək.
bölüşə bilirsinizsə vloqlarımızı ətrafınızla, dostlarınızla, tanışlarınızla bölüşün ki, maraqlı vloqlarında ardı gəlsin. İndi isə keçək, görək Lolanın qardırobunda nələr var. Yayı, qışı yaydan ayırıb, yay elbisələrimi yerləşdirmişəm. Getdik. Benim kışlıklar çıkardı. Sen başka paltarın var mı şkafta bak dur. Ha, da. Sen yay paltarı bugün ama olabilir tümsü yığmamışlıkta yatma Yox, paltarı. yox, nəyim varsa burada çamadandadır. Bunu ayırdık. Belə dəstim var qızlar. Bunu desəm ki, heç geyinməmişəm. Baxın, etiketi üstündədir. Sizin də etiketi üstündə olan paltarlarınız var, siz Allah mənim kimi. Var elə paltarlarınız ki, etiketi üstündə də geyinməmişsiniz. Mən belə bir xasiyyətim var qızlar. Bəyənirəm, alıram. Sonra onu bəyənməməyə başlayıram. Necə bəyənməməyə? Özümdə bəyənmirəm. Əvvəl özümə yaraşdırıram, sonra yaraşdırmıram. Elə bir takıntım var. Bir paltarı çox yerdə görəndə də o mənim gözümdən düşür. Elə bir takıntım da var. Sonra elə belə etiketi qalır üstündə. Şimdi elde görüp beğenmeyip de özünki giymeyelim. Ay sağ ol. Görürəm ki, ona iğrənc yaraşır. Elə bilirəm mənə də yaraşır. Ona görə geyinmirəm. İndi nə edəcəm qızlar? Deyirəm ki, zövqlü olduğum bilinir. İller bundan önce pencerekten almış. Aslında bunlar hiç debde değildiler Evet. ama çok farklı modelleriydi. Ama indi Baxın qızlar, belə çox sevincəkdir. Mənim də var bunun. Bunun arasına Məryəm nəsə sürtmüşlər. Nə sürtmüsü, onu qoy qırağa, Onu qoyun təmizliyorlar. qırağa, təmizləsin. Belə qısa bir çox qəşəng qalır. Hətta onlarla, yubqalarla şahanə, möhtəşəm. İnanın ki hiçbir stokta yoktu. Bunu qoyacağam. Hiçbir Qızlar, stokta. belə etiketdə olan paltarlarımda çox hapisiz neyəcəm. Görürəm ki, geyinməyəcəm. Bunun şansı yoxdur geyinmə. Atıram təzədən satıram. Özü aldığım qiymətdən ucuz satıram da. Məsələn deyirəm, bu premiumdur da. Almışam bunu od bahasına. Satsam bunu satacağım 40 manata. İsteyen olsa yazsın. Bir yoda nömremiz var. Qoyuruq bunu Leyla sen satıram. bir de paltarlarda yanında lekelerine fikir ver. Varsa yuyup yığaq. Çok kışlıklarımızı ayırırıq da. Yaxşı. Sonra qızlar, bu yubqanın dəb olan vaxtları, yəni dəb oldu olmadı, mən belə yubqaları sevirəm. Mənim tərzimlə bağlı sizin bir tanışlığınız yoxdur, onu da deyim. Çünki vlogu az çəkirəm, çəkəndə də çox vaxt evdə çəkirəm. Evdə deyəndə, yəni işimlə bağlı çəkirəm. Ona görə tərzimlə bağlı bir məlumatınız yoxdur. İndi paltarlarından biraz göstərəcəm. O Leylanın tərzi ilə də tanış olun. Baxın, bu yubqaları belə tişörtlərlə falan yayda mən geyinirəm. Bunu geyinirəm. Bəsdir. Qəşəng, hə? Tomatin qardırobun değişik. Bəsdir. Bunu giyinirəm qızlar. Qəşəng üstündən belə bol tişörtü atıram, ayağıma da krasovka. Bu yubqaların bir neçə çeşidi var, hamısını göstər. Qaç bunları amma yığışdırmayaq da. Bunları mən geyinirəm. Yok onlar yayı. Sonra qızlar, bu yubqa 2000 Bunun kışta sapak illerine gidir geçik. qoy deyim də 2000 neçənci ildə Benim almışam. 3 gün vaxt oldu bu. 2018. 2018-ci ildə almışam bu Benim yubqanı. keçəndə gəldi, Bir də dəsən aldırmışdım. Hə, bir də mən Belə sadə tişörtlərlə falan geyinirdim. Sonra bunu Rəfiqəm mənə hədiyyə alıb belə yubqa bu tip yubqaları bəyəndiyimi bilirdi deyə. Belə Bunun hədiyyə dərsi də var aldı. səndə? Hə, bunun dərsi də var idi məndə baxın. Sonra qızlar, sonra göstərirəm Lolanın tərzi ilə tanış olun. Bu jaketimi yəqin ki görürsünüz. Ən sevdiyim jaketimdir qızlar. Saadətin vlogunda bunu soruşmayan xanım qalmamışdı. İstanbula gedəndə, Saadətlə gedəndə bunu götürüydü. Qurban olsun, mən sadəcə bir şey icazə almam məndən elə şey görə. Bunu qızlar ən sevdiyim jaketimdir. Ben sezonu daha pərişqa. Bir kombin eləyək sənə bundan. Deməli, bu arada yəni orada artıq heç yorum yazmayın. Mən Pərvin mən paltarlarımı geyinir. Əynimizin olan tərzindən də. Pərvin elə paltar var, oversize mənim əynim olur. Mən belə paltarım var ki, arıq vaxtı məsələn deyirəm, almışam və yaxud da məsələn belə bir şey. Gel ya da bir şey var. Beğendim. Alım değil. Yok yine de alım ölçüsü olmaz. Al. O qədər paltarım olub almışam ölçüsü. Deməli qızlar, bunu çox orada xanımlar soruşmuşdu. Saadətin vlogunda bu jaketimi. Bunu öz səhifəmizdən almışam. Özümüzdən almışam. Lolastation səhifəmizdən. Bunu kocam bana hediyə etdi bunu. Belə götürüb getmişdim İstanbula. Siz alın. O boyda şkafdan yoldaşımın paltarına baxın. Yazımın paltarına baxın. Mesela Bu, Yağmur sevip o bir şey Bilinir bax, bilinir ki Lolanın yoldaşıdır. Çok ışık var filmler oldu. Yəni özüm alıram qızlar hədiyyəsini tərifləmək kim olmasın. Parfümünü daha doğrusu. Elə parfümlər alıram ki, bax geyimin asıb burada var. Özü burada yoxdur, qoxusu burada. Hayır hiç bunu giyinmedik. Bunu da yok bu değildi. İstanbul'dan almıştın sen Bunu da onda tapıb çıxardacağım. Onu niyə geyinmədik qızlar? Çünki sağ olsun da qış özün, qışda yay kim apardı? Ona görə geyinə bilmədik. İndi də başa çönüb özüm daha sonra belə tunikam var. Tunika deyil, daha doğrusu bu sweatshirtdir qızlar. Amma çox qəşəng bir şeydir də bu. Belə kafşonkalıdır. Çiyinlər də buradan açıldı. Bunu lasina ilə falan geyinirdim. Qəşəng geyindim. Bu da güzel kepkalar da Leyla'nın. Mən kepka sevirəm bu arada. Çok seviyorum. Bu aralar o kadar başımız işe karıştı. Leyla'da biz kombinlemeyi çok seviyoruz. Kombinleye Tərzi geyinməyi sevirəm mən. Bu aralar işlə bağlı, uşaqlarımla bağlı. Uşaqlarım arda-arda xəstələndi, işimiz arda-arda üst-üstə, özümüz xəstələndi. Belə deyim, işlə bağlı müəyyən çətinliklərə düşdük deyə özümüzə o geyimimizə ya başqa belə deyim, hər şeyimizə baxırıq nə şükür. Yəni bizim dırnağımızdır, saçımızdır, makyajımız həmişə qaydasında olubdu. Sırf bu kombin belə rahat vaxt istəyir də, çıxanda rahat geyinəsən, sonrasan kombin. Yorğunluq istəmir. Belə bir kazakım var qızlar, baxın bu şəkildə. Söylüyorlar buranı döktük. Onu ora gətirdim mən, onu ora atmamalıydım. Ev yoxsa qışlıqlar. Evdən gətirim gəlin də onda. Mesela çek durma yetimden. Yox, yox. Tədəsini götürər, bir dənə olma gəl. Bir dənə balaca bir şey də su. Hər ora bir dənə su gətirir. İçməyə yox, silməyə. Hər ora bir dənə bax gör çəkimi qaydası. Aa, meyve silah var, meyve silah getir. Buranı da yığışdıraq. Hə, yox. Şeyin qırağı var, Buradakı
Burada çok vaxtımız olmur. Hamı əlindəki yəni kalibra qoy Kızlar, belə. bura bilirsiniz nədir? Elə oradan Hə, görünür. götürün. Bura Pərvinlə mənim ümumi belə deyim də, Götürün. makyajlarımızın nə Harbi bilim daimi istifadə etdiyimiz SPF olsun, bədən spreyi olsun, bura qoyuyoruz. Parfümümüz olsun, makyaj üçün bəzi şeylər var ki. Məsələn, Pərvinin də özünün termosu var da, eyni bu mebeldən və buradakı organizer mebeldən ikimiz eyni anda almışıq. Ondan Pərşin də var, onu da bir gün çəkərəm. Pərvin dəyərəm qoyar yerə, gətirər qoyar yerə. Tökər sizin üçün çəkərəm. Pərvinin makyaj masası deyə bir videolar. Buranı amma ümumidir. Məsələn deyirəm, SPF, dezodorant, nəmləndirici kremimiz deyil, nə bilim, Parfümlərimiz gündəlik. şampuan, gündəlik olan parfümlərimiz hamısı koridora. Gecə maskalarımız, belə Biz manyaklıqda evin içində də parfüm vururuq. Allah ona görə bura yığır. Gəl biz altına. Kotondan bunu da almışam. 2018'də toyumuz olan ili balayına geçmişdik, oradan almışdım. Mən də sizin balanıza keçmiş gəzmişdim. Bəli. Daha sonra Bir də buna bax. Ram gətirmək lazımdır. Ağırlıq çıxar. qapıcı qəbul edə bilmir. Elə bir elbisəm var qızlar. Qəşəng bir elbisədir. Bircə dəfə geyinib baxıb sonra soyunmuşum. Sür. Bu donum qızlar Emrazmir bir dəqiqə mənim əlimə təbii ki olmuş. Amma fərşi nəyin olur? Bəli, Emrazmir olan vaxtlarım da var idi mənim. Diyetdədir. Kofesini də içir. Düşəcək. Hədəf 60 kilo. Hədəf 60 kilo, 60 kilo, 65 kilo olanda bu mənim əlim olur qızlar. Çünki mənim sümüm çox xırdadır. Biraz əriyən kimi qavram qalacaq. Sonra bax. Bu belə bir don yox, daha doğrusu uzun bir şeydir bu düyməni. Bunlar bir vaxtlar şeydir. Hə. Kızlar, yaylıqlarımda burada elə geyimlər var ki, deməli pərişlə qış çıxırdı, yay çıxırdı toys, yay çıxırdı. Yay çıxanda endirim var idi molda. Gənclik 28 molda endirim var idi. Biz eləmədik tənbəllik getdik, nə qədər bahalı donları su qiymətli endirimdən aldıq. Səvlə qoyun istə bacı nə idi? 70 manatlıq don 70% indirimə düşmüş. 25 manata falan düşmüşdü qızlar. Yəni bizdə elə etəcək faydalı çəkilişlər çox olur. Onda YouTube'um yox idi deyə çəkə bilmirdim. İndi artıq YouTube'um da var deyə hamısını çəkib sizlə də bölüşəcəm. İsti-isti. Gedin siz də yararlanın, narahat olmayın. Qızlar, bu mənim toydan sonraki bu bizdə Ağcabəddə 3 günlük deyirlər ona. Nə bilim, gəlin gördü deyirlər çox yerdə. Nə deyirlər? Nəsə həftəlik deyirlər. Nəsə elə bir şey. Bunu onu da geymişdim. Bunu almışdım burada harda Bakıda, Las Vegas'tan almışdım qızlar. Hələ də bunu geyinirəm də. Yəni məclis oldu, bir yer oldu, hələ də geyinirəm. Çox bəyənirəm bu donu. Yoldaşım da bəyənmişdi bu donu. Buraya getmişdi bu dondan ötürü. Ona görə o da bəyənir, ona xüsusi belə bəyənirəm. Dizimin altından bir modeli, belə çeyni də belə qalır. Bu qədər gözəl tutur məni. Aşiqəm bu donuma. Bunu götürmə, ola bilsin yanında. Qoyduqca pərşivir göstərim də qızlara bilirəm ki, maraqlıdır. Onu sən buradan götürsən, götür görsək elə bir. Bu dəsti, bunu yığışdırmayacağım çünki yay dəstimdir bu. Baxın, bu şəkildə. Nə atsan da at. Belə bir dəsti. Çox gözəl. Baxın burada. İnanc mənə Leyla dedi götür, mən bunun qızlar sarı rəngi var idi da. Mən onda bunu götürdüm. Sarı rəngi mənim ölçüm deyildi, Pərvinin ölçüydü. Dirəndim ki, götür, vallahi peşmanam. Götürmədi. Bunu da Julia'dan almışdıq. Julia'dan almışdıq. Xanım çox gözəl mallar gətirir o da. İnanırsınız qızlar, o qədər peşmanam. O da sarı qolları belə leopar idi. Bəli, eynisi ilə qızlar. Bu donumu da çox bəyənirəm. Bu sənin sırf ən çox arıqda 60'larda olan küçüklər. 70 kilo olanda var. 60-70 arası. Çox gözəl tutur adamlar. Çox qəşəng dondur. Bunu təbii ki, yığışdıracaq. Çamadanımız azaldan verilir bizə, necə? Bizim roza rəngli bir çamadanımız var idi, pəmbə sağ olsunlar. Onu necə qırmışdılarsa beşləri yığanda da qırılmışdı. İçərisindən müəyyən beşlər tökülmüşdü. Kərimə mən yeni geyimlər falan almışdım da İstanbuldan. Onlar belə çirkin içində batmışdı. Yazdım, şikayət elədim. Dedilər ki, mən də oradan çıxıb gələndən sonra görmüşüm. Saadətin hamilə olan vaxtlarıydı, ayaq üstə bilmirdi. Çıxdıq, gəldik, yol yarısına qayıtmaq istəmədim. Dedi, Samiləyə dedim, vəziyyət olacaq buradan ora qayıt. Gələndən sonra yazdım, üstə dedilər, ay nə bilim falan kağız, bəhmə kağız. Başa saldım ki, bəs belə də. Çəkmişəm, isti-isti atmışam. Demişəm, biletin tarixinə baxın, istirdə qalıb. Ondan sonra bunu verdilər bizə əvəzinə.
Kızlar Pərvinlə endirimdə almışdıq. Neçəyə Pərvin? Üstünde qiyməti. Çıxartmışlar qiyməti. Deməli qızlar düşmüşdü bu 40 manatdan 12 manat 99 qəpiyə. Belə bir şeydir. Bunu deyəcəksiniz ki, necə siz açıq-açıq geyinirsiniz, necə geyinəcəksiniz? Yox qızlar. Bunu bizim elbisələrimiz var, sırf onların üzərindən geyinmək üçün almışıq. Bunu qaranın üzərindən, bunda bir rozova elbisə alıb ondan geyinəcəyik. Ona görə almışıq. Bunlar hamısı yayda zaqar idik. O qədər gözəl qalırdı ki, bizə havalar soyudu, geyinə bilmədik. Bunu da göstərim qızlar. Bunun qarası da var məndə. Baxın belə bir şeydir. Qaşlıdır, çox gözəl qalırdı cinslərlə bu. Bu da qarasıdır. Görünür də yəqin ki, oradan görsəndə. Baxın belə. Çox qarasından pərişkə də var. Bozursan ama yox desən. Yox. Orada. Yox iyi gəlir. Koftuma baxın qız. O qədər bəyənirəm bunu. Vadalaska da əllərində belə yekə gül. Bundan pərişin də var. Bu köynəklərin məndə hər rəngi var da qızlar. Nə bilim qarası, bozu, kariçnivisi. Hamısı endirimdə almamışım. Bütün rəngi hər hamısını endirimdə almamışam. Yəni endirimlə də elə ucuz deyil bir köynək üçün. Belə 25 manat alırdıq bunu. Endirimlə almışdım 12 manat 99 qəpiyə bunu. Onu Türkiyədən almışdım. Köynək Türkiyədən almışdım, birində Saadət almışdım. Çönür qış şeyli. Ay bunu illər öncə almışam amma yenə də heç nə olmur görsən şey. Bir dəfə geymişəm bu köynəyimi də. Amma bunlar götürəmə bacım. Nəyi? Hə, götür. Bunları da çox bəyənirəm. Bunu sən almışdın mənə. Hə. Birini sən almışdın. Bilmiyorum. Baxın həmən köynək. Bunları Julia'dan almışıq qızlar. Bunu da. Bax bunlar ikisi də Julia. Julia'dan almışıq bunları. Çox qəşəng köynəklərdir. Yəni xanım özü çox zövqlü şeylər yapır. Bu köynəkləri götürüyorum. Nədir onu? Hə, götürdüm. O köynəyi də şeytan götürmüş bir şey. Qızlar bu köynəyim üçün ürəyim gedir. Bu köynəkdə mən istəyirəm. Bunu da İstanbulda olanda Qəşəng. onda vlog çəkmirdim də mən Saadət çəkirdi. Ürəklərdə nə qədər xanım soruşmuşdu. Onda təbii ki kanalım yox idi. Yəni bu dəmri hamı istəyirsən Hə, bu dəmri dəmri biri düşüb. Niyə? Bilmirəm. Hara düşüb, necə düşüb? Heç bir məlumatım da yoxdur. Bunu saxlayın bir dəmir fikirləşirəm bu şeyin dəmirləri var idi mən yaşam edirəm. Onlar da bunu. Şey vardı qışlıq paltarlar değil mi? Oran bütün töptüm dedi mənə. Nə varsa odur, nədirsə odur. Aşağıda da mı? Hamısı nə varsa odur. Yəni paltarlarını Bunu çox çox töptüm. bəyənirəm qızlar. Bunun cinsinə də geyinirəm, donların üzərindən də geyinirəm. O qədər gözəl bir şeydir ki. Bir dənə tül yəni bu qədər şarmlı ola bilər. Görün bir video falan varsa, elə bir videonun ortasına vuracağam. Baxın bunun əyində qalışını. Öyle günler var ki baştan sona gelmiş, öyle istenmiş, sen yaşamalısın. Ayrılık yeter ölümden Tanrı yazmasın, aşkını benden kimse ayırmasın. Biz dünyayı çok seviyoruz. Yığışdırın. Mən burada bir bardol koftam var idi, onu yığmadım. O buradadır. Hə, onu Niyə yığmadım. buradadır? Onu çox bəyənirəm, onu Al yığmadım. bunu. Bu koftamı qızlar çox bəyənirəm. Bu da Zara'dandır. Bu arada baxın belə. Kes patini bir də. Ətirlərim də bütün geyimlərimdən gəlir. Rəyəm gedə xanımın geyimlərindən təriyə yox, parfümün gəlsin. Təbii ki, indi müəyyən geyimlər olur ki, materialından bir damcı adi su dəyəndə də qəribə bir qoxu verə bilər. Onu da atda ora. Bunlar düz tələbəliyimdə aldığımdır. 2017-ci ildə falan aldığım. Allah parfüm. Ya bu qədər yox da. 2017-ci ildə aldığım elbisədir. Buram parfümü gəlir hamısından da. Ne var burada? Bunu götürüyorsan bu üstüne yayda neyse kombin eləmək olar üstüne. Anamın jiletidir qızlar, bu inanabilirsiniz. Anamın cavan vaxtı aldığı bir jiletdir. Amma yenə modası getmir. Bəli, təbii getmir çünki üzəri belə deyim də materialı orijinal bir şeydir. Bu şəkildə təbii ki, anadan da sonra verib mənə ki, qızım sən giy. Mən də geyinirəm belə böyük bir məmnuniyyətlə cəslərlə falan. Bir Qəşəng də ayağıma. eləmişdin qara şalvar demişdin qara belə köynək giymişdin üstüne çok Ayağıma da düz bir belə deyim də düz bir sport bir şey atıram. Açıq yenə falan. çok geçen yarım. Maçı. Niye Leyla bacı sobra kutardı? Bu şalvarları necə sevirəm qızlar. Leyla ümumiyyətlə çox zövqlü qızdır da. Yəni cinsin belə ən belə gittiğimdə fərqlisini seçər. Hər köynək olsun, adi bir marka olsun deyə. Maraqlısı seçər. Mən belə qəşəng qızlar. Qorxardı bura. Sadə tişört. Hələ buna baxın. Hələ buna baxın nə qəşəng. Nasıl? Belə qaçdı. Hə, onu Sadə çox bu bəyənirəm. futbolkalar. Bunu bilirsən hansı buradan köynək almışıq təzə. Futbolka pəmbə rəngdə. Bunlar çox Bu da bir bəyənirəm də. qızlar. Bunlar çox bəyənirəm. İndi Və bunlar yayı sərin qəşəng. yayda sizə qəşəng kombin shorts videolar çəkəcəm. Burada indi gətirmişəm bu taxlanı. O ambarımınki də bura gətirmişəm. Bunun birində işığım var özümün. Birini də adi belə pastavka alacağam, dəmirin özünü. Yayda sizə qəşəng kombin videolar çəkəcəm, söz Bu verirəm. nədir Leyla? Deməli qızlar, kofemizi səhər-səhər içməmişdik. Pəriş də qərar aldı ki, içsin bugün kofesini. Pəriş ara bir içir, amma mən hər gün içirəm. Dedim, qoy kofemi içim, yadan çıxmamış. Pəriş də bu arada hazırlıqdan gəlib çıxıb kravatına. Burada arxada gördüyünüz məndə qardropdur.
Mini gardırobum var orada. Gardırobda ora qış dolanda kutkalarımı asıram ki əlimin altında olsun deyə. Oranı da yığışdıracaq. Orada heç nə qalmayacaq. Gündəlik bacım deyir ki, kombinlərimi hazır edib asarsan əhvin altına sənin üçün asan olar. Gündəlik eləyib asarsan ora. Bu arada qızlar, sürpriz qonağımız olacaq inşallah sabah. Axşam da çəkəcək. Bu vlogun ardınca axşam gecə hazırlıq vlog olacaq. Nələr bişirəcəyik. Kızlar benim mutluluğumda bir akşam yemeğe yarışması edeceğiz. Yəni qızlar, müəyyən məhsullarımız var bizim. Hansı ki tox tutan məhsullardır, yəni kalorisi azdır. Onları inşallah zaman keçsin sizlərlə bölüşəcəm. Ne oldu ne güzel. Yəni mən o supu içəndə kalorisi az olan bir supdur da o. Hansı ki Sınamaq üçün eləyirlər. bəli, kalorisi çox az amma tox tutub dadı da çox ləzzətli bir şeydir. Hal-hazırda bölüşə bilmərəm onu. Çox insan deyir, mən deyirlər altdan sonra yemək olmaz, arxalamaq çox Amma faydalı bir şey azad var. insanlar olur. İnsulin dirənci olan insanlar acı üstə Bəli, yemək sevən insanlar dözmür də. Elə dözməyəndə yeyəcəksiniz onu. Kalorisi az olan bir məhsulda yeyirsiniz, tox olursunuz, həm də çəki almırsınız. Çəkini vermək nə deməkdir? Az kalori, kalori, gündəlik bəli. az kalori, yəni tükətməkdir o da. Kofemizdə qızlar Türk kofesinin dadını verir. Sadə belə Türk kofesi də yox, Nescafelər olur sadə. Qara, onun dadını verir. İçirsiniz. Zımpara. Çox qəşəngdir dadı. Yəni mən sevirəm qara kofelər, sadə kofeləri bəyənirəm. İndi bir dənə kofemizi içək, işə davam. Bəli, işə davam. Neysə qızlar, duraq biz davam eləyək işimizə. Qızlar, burada savuşkalarımdır. Hansı ki nazikdir, yayda mən atıram Amma belə. tək də yazmaq istəsəm bana bir şey qalır. Bir yer çox tutacaq elə, hə. Əzmət paltarı qızım. Qızım, əzmət. Savuşkalarım, bluzlarımdır. Bu bluzumu çox sevirəm. İllərdə almışam, tərşində var bundan. Zara'dan almışdım bunu. Yəni dəhşət bir şeydir. Nə görməyəməz, nə xarab olmaz. Dəbi də keçmiş, çox qəşəngdir. Bunlar da savuşkalarımdır belə. Məsələn, sən başqaları çox sevənsən, başqaları başqalar. Savuşkalarımdır qızlar. Burada da belə nazik savuşkalarımdır. Gündəlik uzun tunika kimi qızlar. Lastilərlə astığım, daha doğrusu atdığım savuşkalarımdır. Köynəyimi geyinəndə nə qədər qızlar soruşmuşdu məndən, istəyən olmuşdu. Rəsmimi yerləşdirərəm, baxarsınız. Dur ayağa mənim. Bu altdakini heç geyinməmişəm. Bu üstdəki vetrovkamı çox bəyənirəm, çox bəyənirəm çünki. Qızlar, burada təzələri dəmut göstərirəm. Bayaq dedim ya, endirimdə qəşəng donlar gördük, aldıq. Bundan pərişdə götürüb məndə. Deməli, bu düşmüşdü. 58 manatdan 23.90-a düşmüşdü bu. Çox qəşəng qalırdı. Zaqara almışdıq biz bunu onda. Allah necə gözəl qalırdı. İndi inşallah ki, yay gəldi daha geyinəcək. Bir də bu donu almışam. Hə, etiket üstündə də yəni. O birisi donu mən tapmadım. O Qırmızını, hə. Bunun isə qızlar geyim, bunun qiyməti, hə, bu səhv etmirəmsə 55 manatdan düşmüşdü. 70 neçə manat idi. Elə, Çox baha. deməli 70 neçə manatdan düşüb, 2 dəfə endirmə düşmüşdü. 50 neçə oradan da düşmüşdü. 28 manata düşmüşdü. 80% 70% Hə, idi. amma 3 ölçü qalmışdı bundan. Lap böyük ölçüydü. O mənə çox bol qalmışdı. Onda çünki arıqlamışdım, bayağı arıqlamışdım. Bilmirəm necə qalacaq bu mənə. Çox bol qaldı deyə bu M razmerdir də. El daxil. Səhv etmirəmsə. Mən onu desəm götürdüm. Hə, M razmer mən götürdüm. S razmer çox bəyənirəm bunu da. Bunların artıq sezonu gəlir. Qəşəng pasamış Şimdi sen bunu aslında bakın diyorum o don buradadır mı? Meryem icazə ver hele. Bunlar qaptalı. Kanı götürdüm. Pencəklərimdə bax bu pencəyim var ha. Bu pencəyim o qədər çox sevildi ki, həm YouTube-da, həm TikTok-da, həm Instagram-da. Yəni bəlkə də stoku olsaydı 100-dən çox satmışdıq bu pencəyimi. Sadəcə stoku yox idi yəni bunun. Bunu da yayda almamışdın sen, qışda almışdın. Qışda almışdım, endirimdən yaya qədər də stoku. İzləyicim soruşdu, təəssüf ki olmadı. Bunlar kostyumlarımda, dəstlərimdir. Bunları Türkiyəyə gedəndə geyinmişdim. Saadətlindən gedəndə onda mən vlog çəkmirdim. Saadətin vloglarında yəqin ki düşüb görmüşsünüz. Gözlerini. Seni var ya. Bu da dəsti qızlar. Mən dəst sevənəm biraz. Kərim. Bu da dəsti qızlar. Şalvarda pencəydi belə. Bunu çok seviyorum. O kadar yani kilolu hanımlar belə, yəni məndə biraz yuxarı hissəmdə götürəndə oranı necə belə Bunlar örtüdə. üstü yerində qızlar. Bunu Zara'dan almışdım. Abi çox mən qatılıb qoydum belə. Sonra hər şalvarı da var. Şalvar var, yox daha doğrusu. Bunu cins almışam özümə şalvar. Dəst geyinirəm elə. Altında belə bir üst geyimi var, onun altında belə bir üst geyimi var. Yəni üst geyimi xəstəsiyəm. Elə nə qədərsin sən. Çox üst geyimi. Kızlar son toxunuşlar gedirdi. Telefon aldım əlimə. Burada gündəlik geyindiyim donlarım var. Közüm yığdım yuxarıya ki, əlim atanda tapım. Burada da lasinlərimdir. Burada şalvarlarımdır. Bitsin buranı. Bitəndən sonra çanta yerimdə açıq düzəltməliyəm. Görək nə qədərini çəkə bilsə çəkəcəm. Çəkməsə 2 vloga bölüb 2 hissəli paylaşacağım. Hazırdır qızlar şkafımız. Baxın. Burada yazıq yoldaşımın belə 3-4 sıra geyimidir. Yerdə qalan hamısı mənimdir. Hamısı mənimdir. Saruçkalarım falandır. Burada nə bilim donlarım filandır. Bayaq göstərdim. Burada belə
şapkalarım olsun, şalvarlarım olsun. Ən aşağıda bir dənə pastelimdir. Burada isə müəyyən üst geyimlərim var idi ki, qalın idi, yer tutan idi. Onları belə paketlərdə yığdıq. Burada deməli, burada belə şapkalarımdır. Keçək digər tərəfə. Keçək digər tərəfə. Burada da məni görürsünüz. Burada da mənəm. Bilmirəm qızlar, kameranı bayaq necə tutmuşam. Şimdi flash işığı yanır. Pərvin də məndə bir 200 kilo görünürük. Allah uzaq eləsin. Yuxarıda da Məryəmin kravatını görürsünüz. Burada çantalarımda. Əgər çantalarımla bağlı bir vlog istəsəz, deyin, ayrı-ayrıqda bir gün sizə çantalarımın vlogunu çəkim ki, çantalarımdan hansı markalardır, nələrdir, nəyi neçə almışam. Yəni çanta çeşidim çoxdur, biraz çanta takıntısı var məndə. Burada belə ümumi kürklərim falan da, üst geyimim kürk. Bahalı kürklərim də burada. Burada yenə bu hissə bir dənə yoldaşımındır. Bu hissə mənimdir. Burada tişörtlərimdir. Bu hissədə pijamalarımdır. O iki hissədə də məhrabalarım və iç geyimlərimdə daha oranı göstərmirəm. Məncə belə ümumilikdə çox qəşəng və səliqəli oldu. Çoxdandır ki qızlar bunu eləmək istəyirdik, vaxt tapa bilmirdik. Anasının qızıl xonçasını tapıb burada nələrsə eləməyə çalışır. Qızım bizi görüb həvəsə gəlibdir. Sağ olsun, hər şeyini gətirib yerləşdirib mənim otağımın içərisinə. Ama bura nəsə qoy telefon deyil ancaq mənə çək. Sən çəkim, telələrinə bax elə bunu. Telefon elə bura qoy özümə Həvəskərdir, mənim uşağım həvəskərdir. Yaxşı. Deməli, yuxarıda da qızlar, baxın yuxarıda. Orada Məryəm kravatını özünə ev düzəldi. Allah qoyun çəkəcəm. Yuxarıda da qış geyimlərimdir. Üst camadan qış geyimim var mənim. Yoldaşım deyir ki, çıxartdı olardan biraz çıxartdılar deyir. Deyirəm, açsam səhəzən olacaq, təzəsini almalısan. Burada Məryəmin evi. Yəni bu uşaq supu niyə ora qoyar? Yəni bir uşaq niyə supu ora qoyar? O mənə çatmır da. Qızım supu, baba bu don mənimdir ki, mən geyəcəm. Ana qızı olan analar bilər də. Yəni buna baxın, buna bax. Yəni burada park açıb da bu qız. Kravatın üstündə. Əcəb eləyib, uşaq da qoy tösünü inir eləsin. Burada belə park açıb bildik. Biz makyaj masamı çəkmirəm, çünki hazır halını çəkəcəm. Burada da qızımın əl işi var. Yəni qızım burada əslində 5 barmağını çəkmək istəyib. Elə bir double 5 barmaq olub, biraz qalın bir şey çıxıbdır. Yox, çox əsas odur qızımındır. Burada qızımın evi. Baxın, qızımın evi. Hə. Video bağlar. Burada qızlar bu vlogumuzu sonlandırıram. Növbəti yaxşıdan ayrıca çəkəcəm də. Növbəti vlogumuz deməli olacaq makyaj masam. İndi hal-hazırda bax qonağım gəlir, rəfiqəm gəlir, o heç. Sabaha da sürpriz bir qonağımız var. Gecə onun hazırlığını görəcəm. Yorğun olmasam onu da çəkəcəm. Sabah o sürpriz qonağımızı da çəkəcəm sizlər üçün. İnşallah hər gün paylaşacağım. Yorumlarda çoxunuz yazmışsınız ki, Lola xanım salamatçılıqdır, maharalardasınız. Salamatçılıq təhsilində, amma dediyim kimi səhifəmizə müəyyən başına iş gəlib, hadisə gəlir, bir kişinin başına iş gəlir. Müəyyən hadisələr gəlib başına, o hadisələrdən qurtulmağa çalışacaq. Səhifə full spamdadır, belə deyim. Sizin dəstəyinizlə, sizin aktivliyinizlə əminəm ki, bunu da atladacaq. Neysə qızlar, gecəniz xeyrə qalsın. Ümid varam ki, vlogumuz sizlər üçün maraqlı oldu. Öpürəm sizləri, hələlik.